Proqramda münasibətləri ki, meydançanın durumu tamam nə qədər diqqətli? Meydança yox idi ki, yəni meydança yox, yəni belə meydançada futbol oynamaq mən bilmirəm necə icazə verilə bilər ümumiyyətcə. Yəni bir gün, 2 gün əvvəl səhv etmirəmsə, İspaniyada bilməm La Liga idi yoxsa 1-ci Liga idi. 2 oyunu təxirə saldılar meydançanın durumuna görə. Sadəcə belə stadionda, belə meydançada neçə oyun keçiriblər. Neçə oyun bugünə kimi, yəni belə icazə verilməsi, sadəcə biz necə elə bilməm, biraz sanki çox danışmaq istəmirəm, biraz çox danışanda bəzi bu iradları bildirəndə deyirlər ki, ancaq Qarabağ belə. Ona görə çox da demək istəyirəm, amma yəni buna nə qurban lazımdır, nə başqası lazımdır. Bu meydançanı görməyə və burada futbol oynamağa. Belə olmaz da. Yəni hamısı yəni futbolu seçiblər, hamısının yəni istəyirlər ki, bir nəsə əldə eləsinlər, amma belə meydançada yox. Bunun zədəsi, bunun olsa, bunun busu, yəni biraz bilmirəm, yəni dərindən düşünsək, dərindən nəsə bir etmək istəsək, yəni məncə hər bir çıxış, hər bir şey çıxış yolu var. Belə yəni olmaz da. Belə nə meydança var, nə temp var, nə zədədən qorxursan, nə heç nə də yəni. Mən burada Newcastle hazırlaşırıq, məsələn, gəlmişsən belə oyundan, mən nə hazırlaşasam Newcastle? Gəldi bir 3 gün, 4 gün futbolçulara bərpa ver. Yəni 2 qat yükləndirlər futbolçular. Və yəni tanışlası bəlkə də mövzu deyil, amma müzakirə olunması mövzuda həddindən artıq. Yəni bu bugünlük deyil də, yəni bu təkcə mən yox, mən inanmıram burada. Bütün komanda məncə şikayət edib burada. Hamısı şikayət edib, yəni bütün futbolçular, məşqçilər, buna nəsə bir şey etmək olmazmı ki? Belə yəni oturub gözləyim ki, oyunda vaxt qutaracaq və futbolçular, uşaqlar cədədən qutaracaqlar da, yəni cədə olmasın. Biri orada ayağını tutub yıxılır, biri burada tempo ölür, nə bilim. Belə də yəni belə futboldan başqa nə desəm var idi.